Salam ərz eləyəm əziz dostlara. Gedən ki bir gözəl məkanı, gözəl numatları ilə və calib faştorları ilə bərrəs eləyək. Xoş, qabağımdakı daşın divarəsində 3 dənə coğan vardı. Özür ki, özünüz qəşəhləyəsiniz və barha siz üçün görsətmişəm və sabit eləmişəm ki, coğan iki daşın ya səxrənin divarəsində gələk. Həmişə ərzişli olay. Mümkündür ki, coğanımız bir dənə ola, ya neçə dənə ola ki, pərakəndə halətində gəliblər. Vəli vaxtı ki, coğanlar betedad oldu və eyni bu səbkidə, bir astada və bir muvazatda gəlsələr, pəs xas qaidədən və xas olgudan peyrovi eləylər. Mütməyindən bu səbki coğanlar xas caygahın yerini görsə deyilər. Bu bizim coğanlarımız ki, bir dənə möhkəm daşın və saf daşın üstündə təraşlanıblar. Daşımız fövqəladə möhkəm bir daşdır və kamilən safdır. Vaxtı ki, memar gələk bir düzü möhkəm daşın üstündə coğan təraşlayır, pəs mütməyindən zaman aparıbdır. Və zamanbər nişanələr də mütməyindən mühüm əhdaflar üçün intiqab olaymışlar. Bu bizim coğanlarımız ki, gözəl halətində gəliblər. Siz mümkündür ki, eyni bu səbkidə coğanları daşın üstündə görəsiniz, nə divarəsində. Vaxtı coğanları ki, daşın üstündə gələklər, əksərən nizami qəbr və məqbəriyə mərbut olaylar. Mümkündür ki, öcür coğanların ətrafında 3 dənə nizami adamın qəbrini görəsiniz ki, bir astada olalar. Vəli vaxtı ki, coğanlar, yəni rədifi coğanlar səxrənin divarəsində gələklər. Biz üçün caygahları görsədərlər ki, məsələn, səxrədə olarlar. Bu səbkidə coğanlar, bəray misal, səxrədə rədifi qurdaxma görsədə bilərlər. Ya inki səxrədə rədifi polom görsədə bilərlər. Siz vaxtı ki, bir cür 3 dənə coğan ilə rübədə olsunuz, gələ 3 dənə mütəfavit bir şey məhdudədə tapasınız. Mümkündür ki, bunların ətrafında, məsələn, 3 dənə ağac ola, qədimi ağac, ya 3 dənə daş ola ki, məntəqənin daşları ilə fərq eləylər. Məsələn, 3-ü də bir səbkidə daş ola. Dərk ol, bu 3 dənə coğan, 3 dənə mütəfavit bir şey məhdudədə görsə deyilər. Bunların təfsirində, məsələn, əgər 3 dənə bu səbkidə daş olsa, daşın əvvəli, yəni daşı iki nişana gəlibdir, özü bir hədəfin yerini görsə də, yəni hədəfin biri daşın altında olar və ikisi də o birisi mütəfavit daşların altında olar. Məhdudiyə diqqət eləyəndə, görüyoruz ki, məhdudədə təbii qəşəh faşdorlar vardır. Faşdorların qəşəyin biri mütməyindən çay suyudur. Çay suyu dəfinə yabi üçün həmişə qəşəh faşdorlardandır. Bizim ikinci faşdorumuz Rahimalrodir. Diqqət elə söz. Görəcəksiniz ki, bura bir zaman Rahimalro imiş. Asara yol kamilən burada bilinir. Müşahidə eləyiz. Bu bizim yolumuz ki, burada rədif səncinlər də yolun asarın biz üçün görsədə ki, bir zaman burada rəft aməd var imiş. Pəs Rahimalro, su və bizim 3-cü faşdorumuz Abşardır ki, yine də dəfinə yabi üçün behtərin mövridlərdəndir. Bu bizim nişanlı daşımızın dal tərəfi ki, yerli bir daşdır, dəstgozar bir daşdır. Dağın öz daşıdır, vəli möhkəm bir daşdır. Bütün nişanələr bir rədifdədir. Pəs mütməyindən biz üçün bir məsirdə hədəfləri görsə deyilər. Yəni hədəfləri ki, bir muvazatdadılar. Əgər bunlar böyükdən xırdiyə olsaydı, mümkündür ki, bir dənə hədəfi
xırda coğanın rastasında görsədələr. Vəli üçün bunların əndazəsi mütəfavitdir. Ona görə imkanı çox olacaq ki, əhdafımız 3 dənə olalar və hər coğan bir dənə hədəfin yerini görsə də. Xoş, indi gələk diqqətli baxayın. Görüyoruz ki, bizim əvvəlinci coğanımız yekə bir coğandır. İkincisi ondan balaca tərdir. İçi də bir miqdar dardır. Buna nisbət xırdadır. Bu iki dənə bir-birinə yoxundur. İndi buna baxırız. Bu bir dənə bunlara nisbət uzaqdadır. Vaxtı memari ki, gəlib tərtiblə və xas qayda ilə bunları tərəşləyib mütməinnən, pəs bu razalıq olacaq. Biz gələk memarın nöqtə zəifini tapayıq və özümüzü memarın yerində qoyayın, ta qəşəhtər əhdafın yerini tapayıq. Bu coğana baxsınız, görəcəksiniz ki, bu coğan bunlara nisbət dərindir. Bu yekə və dərin. Bu da yekədir ki, çox dərin deyil. Ortamıncısına baxsınız, görəcəksiniz ki, bu iki dənəyə nisbət xırda tərdir və təngdərdir. Bunun altında bir miqdar həvvari eləyiblər ki, heç günə xas mövrid bunun altında yox imiş. Bu ortadakı mütəfavit coğan biz üçün ərzişmənd ola bilər. Çünki bunlara nisbət, yəni bundan buna nisbət mütəfavitdir. Bunun dərin olmağı hətta bizə sabit eləyər ki, bu hədəf bir tunel ola bilər. Bu iki dənə, məsələn, polomb ola bilər, ya qurdaxma ola bilər və bu bir dənə tunel ola bilər. Xoş, baxıyıq, görüyoruz ki, nişanələrimiz yolun qırağında gəliblər və bir rastadadılar. Mütməinnən biz üçün onu nişan verəylər ki, yolun idaməsində bizim əhdafımız olacaq. Pəs gələk biz bir məsafəti təy eləyək, ta hədəflərə yetişək. Çünki bunların üçündə şəkli bir-biri ilə mütəfavitdir. Pəs hədəfimiz 3 dənə olacaq. Hətta məsafət yabidə eləyə bildik ki, məsələn, bu fasiləni ölçək. Yəni bu coğanı ki, bunlara nisbət uzaqdadır və bunu metrə təbdil edəyək, ta nöqtə hədəfə yetişək. Bəzi mövqə qotre coğanlar biz üçün məsafət verərlər. Bunları da imkan eləyə bildik. Vəli əgər istəyirsiniz rahatlar hədəfin yerini tapayın, gələk eyni coğanlar təkin 3 dənə mütəfavit bir şey tapayın. İndi mən bir məsafəti təy eləyəcəyəm və yolun imtidadında gedəcəyəm qabağa, ta görək ki, coğanlarımız nə hədəfi biz üçün görsə deyilər. Əgər diqqət eləsəz, görəcəksiniz ki, bunların rastası biri dağın o quşəsinə sarıdır, biri dağın bu quşəsinə sarı. Buradadır ki, biz münhərif oluyor. Vəli əgər bu qarə olsuz, biləcəksiniz ki, biz gələk bu rah-ı mazrayı idamə verək, ta nöqtə hədəfə yetişək. Pəs cəhətlər burada bizi münhərif eləyəcək. Bəlkə cəhət əslini rah-ı mazra verək ki, gələk bu məsiri idamə verək, ta nöqtə hədəfə yetişək. İndi gedəcəyəm qabağa, ta əhdafı siz üçün görsə də. Bizim afşarımız o qismətdədir və hədəflərimiz təqribən afşara sarıdır. Buradakı dərədir, dərənin içindən də su soyuşur. Bu gözəlliyə. Rah-ı mazromuz buradan sonra şeymiş. Asarı yol kamilən burada qalır.
Yolun imtidadında gəldim və görüyoruz ki, burada bir təqribən köylü manəndə yetişdik. Diqqət ediniz, bu təraşə kamilən müşəxxəs və məşhuddur. Əndazəsi də yekədir. Bu təraşə eyni əvvəlinci coğanımızın şişdindədir. Pəs əvvəlinci coğanımız bu təraşəni ya köylü görsədir, bunda xas morid yoxdur. İkinci bizim hədəfimiz bu qismətdədir. O hədəf puçdur, vəli bu bir dənə doluymuş. Baxız, bu iki dənə bir-birinə yoxundur. Eyni iki dənə coğanlar təkin. Böyük. Bu da orta incisidir ki, balacadır. Baxız, bunun ağzı açılıb. Bu polombimiş. O puç. Vəli bu bir dənə polombi dəfinəymiş. Diqqətli baxsız. Qapağın yerində görəcəksiniz. Bilinək ki, buradan qapaq açılıbdır və bu polom təxliyə olunubdur. Bu gözəlliğə bu da iskənə ya coğandır. Görsüz, təvəccüh olacaqsınız ki, siyahəşdir. Ehtimalən qapını açanda, indi bura deyilən deyib, ya hər vəsilə deyib ki, sınıbdır. Heç mövqə qapağın dalında elə coğan olmaz. Pəs bu qismət açılıb və əmbal oradan təxliyə olunubdur. İndi 3-cü hədəfimiz hansı ola bilər? Baxız əzizlər, 3-cü polombudur. 3-cü hədəfimiz ki, dərin coğan buna işarə eləydi. Burada polombudur. Bu biz üçün tunel verə bilər. Çünki coğanın dərinliyi çox idi. Pəs bu biz üçün tunel verə bilər. Bir miqdar buranı yaşırdıq. Daşlarını əlan özümüz qopartdıq. İstiyoruz ki, bu polombi açaq. Diqqət ediniz. Bu daş səxrədən ayrıdır və eyni bir qapaq təkindir. Mən şəxsən özüm həds vururam ki, əsli hədəf ortamıncı hədəf imiş. Həmişə vaxtı ki, hədəflər 3 dənə oldu. Ortamıncısı bu ərziş olar. Ücür yerlər üçün xas olğudan təbəiyyət eləyirlər və xas faktorları var idi. Nüsxədar yeri olaylar və mütməinnən bunu nüsxə üzü ilə gəlib açırlar. Bu ehtimalən ki, tuneli ola çoxdur. Çün dərpuşu bilinir. Vəli özüm şəxsən ehsas eləyəm ki, o da içi puç ola. Tuneldə olsa, vəli şayət dəfiniyə rəfti olmaya, başalladan ola. Əsli hədəf ehtimalən bu bir dənəymiş və əmbal oradan təxliyə olunubdur. Çün asarı dərbuş kamilən onu görsədir ki, bu polombun ağzı açılıb və içindən əmbalı götürülür. Sonralar da buralarda qazıblar ki, beçrə yeyiblər. Pəs o puç bu bir dənə dolu və o da ehtimalən biz üçün tunel verəcək. Çün coğanın modeli biz üçün tunel görsədəydi. Pəs əgər bu işdə bir miqdar tizbin olsuz və məharətiz olsa, rahatçılıqla işi təfsir eləyə bilərsiniz. Bu zaviyədən də görsədim. Köhül, polomb, tunel. İndi çıxıyorum qayənin üstünə sarı. Bir zaviyədən siz üçün gün tutacağım ki, həm nişanələr görsənə, həmin ki,
bu 3 dənəni görəsiz. Hamısını bir dənə təsvirin içində göstərəcəyəm. Ta qəşəhtər qəziyyəni dərk eləyəsiz. Ondan sonra Afşarı da o qismətdə siz üçün göstərəcəyəm. Pəs faktoru Afşar, su, Rahimabro. Bunlar təbii faktorlardandır və 3 dənə coğan da nişanələrdir ki, 3 dənə hədəfi göstərəcəklər. 2 ədəd buc, orta mindisi dolu. Xoş, gəldim üstaviyyədən siz üçün göstərəm. Bizim nişanələrimiz o qismətdə həkk olubdur. Baxız, bu bizim nişanələrimiz. Vaxtı ki, yolun rastasını idamə veriyor. Gəliyor və 3 dənə hədəflə bərxord ediyor. Əvvəl minci köl, polom və 3-cü qapaq. Bu gözəlliyə bu da bizim Afşarımızdır ki, azcanı da suyu gəlir. Vəli gözəl təbiəti var idi. İnşallah ki, bugünkü video siz üçün müfid və müəssir olsun və dərdünüzə dəyən bir video olsun və ittilaatınıza artılmış olsun. Yenə də gələn videoda görüşərik. Ya haqq.